Başlattım rekordu. Aha. Ədədin modulu. Ədədin modulu deyəndə modul sözünün mənası məsafə deməkdir. Ədəd oxunda, ədəd oxunda sən sıfırdan və yaxud da hər hansı bir ədəddən neçə addım məsafəyə gedirsənsə, istəyir sağa get, istəyir sola get. Bu modul, yəni addımla ölçüləcək. Yəni modul mütləq qiymət, məsafə deməkdir. Tamam uşaqlar. Moduldan heç zaman mənfi çıxmaz. Mənfi 5-in də modulu müsbət 5-dir. Müsbət 5-in də modulu elə müsbət 5-dir, tamam mı? Bunları biz bu formada yazmış oluruq. İndi xüsusi hallar, xüsusi hallar. Deyir ki, A-nın qiyməti sıfırdan böyükdür. O zaman deyir, modulda A-dan nə çıxacaq? Təbii ki, biz deyəcək ki, bu zaman modulda A-dan müsbət A çıxır. Sonra deyir, A-nın qiyməti sıfırdan kiçikdir. Bəs modulda A-dan nə çıxacaq? O zaman uşaqlar, burada mənfi A çıxır. Burada mənfi çıxması sizə heritə salmasın ki, ay müəllim, siz axı dərsin başlanğıcında dediniz ki, modulda mənfi çıxa bilməz. Necə buradan mənfi çıxdı? İndi mən sizə deyirəm, burada A sıfırdan kiçikdir. Yəni A-nın içərisində bir mənfisi var. Burada da bir mənfi çəkirəm. A-nın içərisində bir mənfi var. Mən də bir mənfi yazıram ki, iki mənfi yanbayan gələndə bizə nəyi verir uşaqlar? Müsbəti verir. Aydındır? İki mənfi yanbayan gələndə uşaqlar bizə nəyi verir? Müsbəti. Tamam mı? Ona görə də bu formada nə edir? Hesablanır. Və burada A-nın dərəcəsi təkdir. Yəni tək dərəcələrdə bu belədir. İstəyir A kub olsun. Bax A kubu da olsa, burada yenə də mənfi A-nın kubu çıxacaq buradan. Aydındır? Yəni modulda əgər A kiçikdir 0 şərti verilirsə, modulda A-nın tək qüvvətlərindən mənfi çıxacaq. Cüt qüvvətlərindən müsbət çıxacaq. Bir daha deyirəm, tək qüvvətlərindən mənfi, cüt qüvvətlərindən nə çıxacaq? Müsbət çıxmış olacaq. Yəni burada yazsaydı ki, modulda A-nın kvadratı, bu zaman nə olacaqdı bu? Müsbət A-nın kvadratı. Aydındır? Bu formada biz bunu yazmış olacaqdıq. Çünki uşaqlar kvadrat demək artıq mənfini mənfiyə vurmaq deməkdir. Mənfini də mənfiyə vuranda cüt sayda bu bizə müsbət verir. Yaxşı, buranı keçəndən sonra gəlirik modul daxili ifadələrin açılmasına. Modul daxili ifadələrin açılması. Modul daxili ifadələrin açılması. Modul daxili ifadələr necə açılır? Deyir ki, A-nın qiyməti B-dən kiçikdir. B-nin qiyməti də C-dən kiçikdir. O zaman deyir ki, B çıxılsın C, üstə gəlinsin, A çıxılsın, A çıxılsın B və çıxılsın modulda A üstə gəlinsin B. Deyir, niyə bərabərdir? Uşaqlar, bunu açmaq üçün, modul açmaq üçün nə edirəm əvvəlcə? B-dən C-ni çıxıram. Görüm ki, bunun cavabı müsbət eləyər, yoxsa mənfi eləyər. B C-dən böyük deyil. Böyükdən kiçik çıxanda cavab nə olur? Müsbət olur. Ona görə də heç bir qorxu olmadan biz modulu olduğu kimi açırıq. B çıxılsın C. Üstə gələsin. Bu arada burada ABC natural ədədlərdir. Hər hansı bir natural ədədlərdir. A-dan B-nə çıxıram. Baxıram bura ki, A B-dən kiçikdir. Deməli, mən balacadan böyüyü çıxsam, cavab mənfi olacaq. Cavab mənfi olmasın deyə mən bunların yerini dəyişdirəm. B çıxılsın A şəklində yazıram. Mənim bunda ixtiyarım var. Bir daha deyirəm, modulda A çıxılsın B-yə baxıram. Burada A B-dən kiçik olduğuna görə nəticə mənfi olacaq çıxanda.
Olmasın deyənə mən bunların yerini dəyişdirirəm. Və gəlirəm axırıncıya. Axırıncıda moduldan çıxanda mötərizədə yazıram ifadəni. Çünki qarşısında mənfi var modulun. Sən birbaşa yaza bilmərsən burada ifadəni. Mütləq birinci mötərizədə yazmaq lazımdır. Burada toplanmadır. Toplama olanda heç nə, qorxusu yoxdur, qorxmayın. Bu formada aça bilərsiniz. Bərabərdir. B çıxılsın C, üstə gəlinsin B çıxılsın A. Uşaqlar, əgər bir mötərizənin qabağında mənfi varsa, mötərizənin içərisində olanlar hər bir işarəsinin əksinə dəyişilir. Yəni, burada olur çıxılsın A, B-nin qabağında müsbət varsa olur çıxılsın B. İndi A-ları bir yerə yığaq, B-ləri bir yerə yığaq. B ilə B toplanır nə eləyir? 2B. Tamam, A-lara baxaq. Mənfi A, çıxılsın A-mız var burada. Dedik ki, mənfilər dalbadal gələndə toplanır. Olur, mənfi 2 dənə A-mız var. Yeri gəlmişkən, uşaqlar, burada B-imizin biri də var. Hə, onda B-ni düzgün hesablayaq. B-imizin biri burada var imiş. Gözümüzdən qaçıb. İndi gəlin, bunlara baxaq. B var, bir də müsbət B var, bir də mənfi B-imiz var. Baxın, burada müsbət B ilə mənfi B islah olunur. Buna islah deyilir. Niyə görə? Çünki mən deyirəm ki, 5 çıxılsın, 5 neçə eləyir? 0 eləmir, qardaş. O zaman deyirik ki, B-dən də B-ni çıxanda cavab nə eləyəcək? 0 eləmiş olacaq. Aydındır. İndi bu B-lər getdi, qaldı bizdə bir dənə B-imiz əvvəldir. B çıxılsın 2A, bir də çıxılsın C-imiz qaldı. Deməli, bunun cavabı bu olacaq. Bu sualın izahı hamıya aydındır bu nümunə. İmtahanda bu cür suallar görəcəksiniz. Modulun açılışı aydındır. Bəli. Bəli. Hediyə aydındır. Deməli, Nəsimiyyə aydındır. Muradla Elmir qaldı. Murad aydındır sənə. Hardasa yuxarı hissəni aşağında bir də video təzədən baxaram. Biraz başım qarışdı. Tamam, mənfi ədədlərin çıxılması da burada. Sadəcə qarşıda bir mənfimiz var. O zaman mötərizə daxil olan ifadələr işarələrini dəyişirlər. Burada olur mənfi A çıxılsın B şəklində. Sonra B-yə çıxsa B-lərə baxıram, tamam mı? B-lərə baxıram. Mənim birinci işim B-lərləndir. İndi burada mən fikir verirəm ki, burada çıxılsın bizdə nə var? A-mız var. Mən B-lərə baxıram. Müsbət B ilə mənfi B gedir. Nəticə 0 eləyir. Onu sildim. Qaldı bir dənə B. B-ni yazdım. Mənfi A çıxılsın A. Bunu da bir haqqında demişdim ki, mənfilər çıxılanda, məsələn, mənfi 3 çıxılsın 3 bizə mənfi 6 verir. Mənfi 4 çıxılsın 4 bizə mənfi 8 verir və s. Tamam mı? Başa düşdüm. Bunları bu formada yazırıq. Burada da A-lar toplandı və qarşılarına mənfi atıldı. Yəni oldu mənfi 2 dənə A. Bir də çıxılsın neyimiz var bizim burada? C var. C-miz var. Bura qədər hər şey aydındır. Aha. Modul daxili ifadələrin açılması da bu, uşaqlar. Bunu sizə bir də belə verə bilər. Məsələn, deyər ki, x-in aldığı dəyər 8 ilə 2-nin arasındadır. Bu zaman deyəcək ki, x minus 9 üstə gəlinsin x üstə gəlinsin 5 üstə gəlinsin x minus nəyə? Olsun 7-yə. Və bir dənə də çıxmadan yazaq. Çıxılsın x minus neçə olsun? Olsun 11. Bərabərdir. Birinci modulun içərisinə baxırıq. Biz dedik ki, bizim əsas məqsədimiz nədir? Moduldan mənfi çıxmaz. X-dan 9 çıxıram. X-in aldığı qiymətlər 2 ilə 8-in arasındadır. O zaman mən deyirəm ki, burada mənfi çıxacaq. Çünki bunun ən böyük qiyməti 7-dir. 8 də ola bilmir. Bunun ən böyük qiyməti, yəni x-in ən böyük qiyməti uşaqları 7-dir. Gəlin x-in aldığı qiymətləri burası üçün yazaq. X-in aldığı qiymətlər üstdən başlayır. 3, 4, 5, 6, 7. Bax, aydın məsələdir uşaqlar. Deyirəm ki, 2 ilə 8-in arasında yerləşir. Deməli, 3, 4, 5, 6, 7-ni ayırır. Məncə bu hamıya aydın olan bir şeydir. İndi, tamam, bunun ən böyük qiyməti 7-dir, amma mən x-dən 9-u çıxmalıyam. O zaman cavab mənfi olacağından bunların yerini dəyişdirib çıxıram. 9 çıxılsın x kimi açdım. Üstəgəldə modul daxil üstəgəl varsa heç bir fərqi yoxdur. Bu formada açılır, üstə gəlinsin. Burada indi x minus 7 var. Baxıram ki, x-in ən böyük qiyməti 7-dir.
7-dən 7 çıxanda yenə də müsbət olur da, düzdür? Ona görə mən bunu olduğu kimi yazıram. Heç bir işim yoxdur bundan da. İndi minus. Moduldan əvvəl burada nə görürsünüz? Mötərizə görürsünüz. Müəllim bizə demişdi ki, moduldan əvvəl mötərizə görürsənsə ifadə... Mötərizənin içində şərələr dəyişir. Bəli, şarələr dəyişiləcək. İndi necə dəyişiləcək? Əvvəlcə ona baxaq. X-dan 11-i çıxıram mən. Bir yağ dedik ki, X-in ən son qiyməti 7-dir. 7-dən 11 çıxanda cavab mənfi olacaq. O zaman bunların yeri mötərizədə dəyişirəm. 11 çıxılsın, X kimi yazıram. Əsas bir dənə bu keçidləri eləməkdir. Qalanlara asandır. 9 çıx X, üstə gəl X, üstə gəl 5, üstə gəl X minus 7. Çıxılsın. Artıq 11 burada müsbətdir. Çölə çıxanda mənfi kimi çıxır. X-in qabağında içəridə mənfi var. Mötərizəni atanda oldu nə? Müsbətlə çıxdı. Bunu da yazandan sonra biz yazırıq ki, bərabərdir. İndi X-ların altından xətt çəkirəm. Burada X var, burada da var, bir də burada da var. Uşaqlar, mənfi X, müsbət X nə edir? Bir-birini yedir. Bunlar islah olundu, getdi. Müsbət X-dan müsbət X toplandı. Ədədə 2 dənə X, düzdür? 9 var, 5 var. Ədədlərə baxın. 9-un 5-i toplayacağıq. Çünki qabağında müsbət 5 var. 9-dan 5 toplayaram. Eləyər neçə? 14. 14-dən çıxaram 7-ni. Eləyər 7. Düzdür? 7-dən də 11-i çıxaq. 7-dən də 11 çıxanda müəllim bizə demişdi ki, neçə eləyir bunun qiyməti? Mənfi 4. Yəni 11-dən 7 çıxanda 4 eləyirsə, tərsindən çıxanda mənfi olacaq da. Çıxılsın 4. Yox, bu da modul açmış oldu. Aydın oldu. Bu da bizim üçün nümunə 2. Tamam mı? Bu da oldu nümunə 2. Bu nümunə 1 idi. Bunlara dərsə baxdığınız zaman film seyr edilmiş kimi yox, riyaziyyat dərsə girdiyiniz kimi, yəni qələm, dəftər götürün, o formada yazın. Yoxsa mən yazım, siz baxasınız, o formada nəticə ala bilmərsiniz. Tamam mı? Kaydı söndürək Murad, zəhmət olmasa.